İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinə həsr edilən 5-ci beynəlxalq konfransa dünyanın 30 ölkəsindən çoxlu sayda nümayəndə qatılıb. 3 gün davam edəcək müzakirələrdə əsas məqsəd ən yeni texnologiyaların tətbiqi və onların təkmilləşdirilməsi yolları olub. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi Qafqaz Universitetində müzakirəyə açılıb. 30 ölkədən çoxlu nümayəndənin iştirak etdiyi 5-ci beynəlxalq konfransda informasiya və kommunikasiya texnologiyalarının ictimai sahələrdə, təhsildə, səhiyyədə və iqtisadiyyatda tətbiqi yolları diqqət mərkəzində olub. Dünyanın çox çeşitli bölgelerinden güçlü mütehassıslar seçerek kongreye davet edilmiş ve bu kongreye katılmak üzere bu davetlerimizi kabul etmişlerdir. Müxtəlif ölkələrdən gələn mütəxəssislər bu sahədə dünyanın ən son model texnologiyalarının tətbiqi barədə fikir mübadiləsi aparıblar. Bugün heç bir sahənin inkişafı informasiya və kommunikasiya və texnologiyalarsız heç təsəvvür etmək olmaz. Hər bir sahədə öz əksini tapıblar, təhsildir, elmdir, başqa bir sahələrdir. Konfransı Təhsil Hub ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də dəstəkləyib. Bizim bu konferansın işinə uyğunlar bildirdik və bizim nazirlik onların davam etdirilməsi ölkəmiz üçün ən vacibdir. Qafqaz Universiteti ilə Bakı Dövlət Universiteti və İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunun birgə təşkil etdiyi konferans 3 gün davam edəcək. Konferansda informasiya və kommunikasiya sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri iştirak edir.